Ya Allah ya Bismillah. Gözəl insanlar, bu günləri kanalımıza müraciət eləyərək, bacı adınız nə idi? Gülmür. Gülnar bacımız kanalımıza müraciət edib, vəziyyətinin pis azacaqlı olduğunu bildirdi. Həqiqətən də gəldik gördük. Doğrudan da pis vəziyyətdədir, həddindən artıq. Yəni yaşadığı şərait, yaşadığı bu ev bərbad vəziyyətindədir. Hətta yer belə buz kimidir. Həqiqətən də havalar da bilsin soyuq. Qazı yoxdur, evinə qaz gəlmir. İşıqdır, sudur, bir dənə budur da dövlətdən gələn. Hətta kommunal borcları 460 manat su ilə, təkcə su ilə, işığa borcu var. Verən bir də adamın imkanı yoxdur. İş də ki necə düşür? Yəni iş restorana, bir də ev təmizlik işləri düşəndə gedir, işləyir, balalarını dolandırır. 3 balası var. Bir qız övladı yaş uyğun gəlmir də, yəni balaca qız deyil. Yetkinlik yaşdadır, 17 yaşdadır, onu efirə göstərə bilmir. Və sizlərdən xahişim odur ki, bu bacımızın ən azından əlindən tutağın, köməkli eləyəyin, dəstək olağın. Ərzaqları belə yoxdur. Dükana 300 manat borcu var. Adı nədir Süleyman kişi? Buna borcum var. 100 manat xalaya borcum. 350 manat Süleyman dayıya borcu var. İndi mən bu evə indi gəlmişəm. Tam olaraq məlumatı necə deyim, yaddaşımda saxlamasam da, yəni hər bir şeyin düzün bu bilər. Belə də hər şey göz qabağındadır. Canlı efirdə göstərəcəm. Hətta qaz belə yoxdur bu evdə. Bu evə ancaq taxta, zirzibillikdən gedib taxtazat gətirirlər, yandırırlar. Bir övladı da oğul övladı. Nədir xəstəlik? Ürəyimdə problemi var, bunun dəli. Ürəyində də dəlik var. Dəlik deyəndə deşik dedim. Yəni o uşaq da ancaq təkər qaraldır belə. Gəlin canlı yayımdan dəstək olağım bu bacımıza. Vəziyyətini də göstərəcəm sizə. Yəni ki, indi də istəyirsiniz göstərim. Bir dənə üzr istəyirəm, heç kim keçməsin. Baxın, yaşadığı şərait budur. Buradan çöldür, buradan çıxanda çöldür. Baxın, göstərirəm, baxın. Bir dənə bura çöldür, bir dənə. Baxın, gözəl insanlar. Baxın, heç tab yoxdur. Yumurtadır, nə bilim. Xaladenk də işləmir. Baxın, görürsünüz. Və buradan gəlirik. Bir dənə bu otaqdır. Yatmağa otaqdır, soktu ağırdır. Baxın, belənçi. Xahiş edirəm, gəlin canlıda dəstək olun.